Salam əziz izləyicilər. Mən həkim bioloq, klinik həkim laborant, Hacıqabul rayon Mərkəzi Xəstəxanası Laborator Şöbəsinin müdiri Həsənov Azad sizinlə bu günləri tənəffüs sistemi xəstəlikləri barəsində, yəni tənəffüs sistemi xəstəliklərinin laborator diaqnostikası barəsində söhbət edəcəyim. İnşallah məlumat verəcəyim bildiyimizdən. Bildiyiniz kimi tənəffüs sistemi orqanizm üçün nə qədər önəmlidir. Ətrafdan, yəni havadan oksigen alıb, onun qana və digər toxum orqanlara ötürməsində tənəffüs sistemini, yəni çox böyük rolu vardır. Onun təbii ki, xəstəlikləri də orqanizm üçün daha təhlükəli xəstəliklərdən birinə çevrilə bilər. Bildiyiniz kimi tənəffüs sistemi xəstəlikləri iki yerə bölünür. Onlar deməli yuxarı tənəffüs sistemi xəstəlikləri var, aşağı tənəffüs sistemi xəstəlikləri var. Yuxarı tənəffüs sistemi xəstəlikləri sinusit, faringit, laringit, digər o qədər də məsələn orqanizm üçün təhlükəli deyil. Lakin aşağı tənəffüs sistemi xəstəlikləri ki, bunlardan kəskin bronxitdir, plevritdir, pnevmoniyadır, vərəm, digər xəstəliklər bildiyiniz kimi vaxtında müalicə olunmadıqda da bunlar daha ölümcül hala gətirib çıxarda bilər. Ona görə də onların vaxtında laborator diaqnostikası, yəni mən öz sahəmdən deyim, laborator diaqnostikası və digər diaqnostikası onların vaxtında aşkar edilməsi keyfiyyətli müalicə inşallah birlikdə orqanizmin şəfa tapmasına gətirib çıxarda bilər. Yəni laborator diaqnostikasından bir neçə növ var. Onların laborator diaqnostikasının istifadəsi. Birinci mikrobioloji müayinədir. Əsas testlərdən biri yaxşı olar ki, mikrobioloji müayinə aparılsın. Bunun üçün boğaz, bronx, traxeyalardan ifrazatlar götürülsün və müxtəlif əqidalı mühitdə əkilir və baxılır ona, aşkara çıxarılır. Bildiyiniz kimi ümumən bir söz deyim, yəni tənəffüs sistemi xəstəlikləri əsasən virus, bakteriya və göbələklər tərəfindən, əsasən virus, bakteriyalar tərəfindən törət edilmiş xəstəliklərə aid olunur. Yəni onların törətdiyi xəstəliklər, onların törətdiyi fəsadlar olur tənəffüs yollarından. Dediyim kimi birinci mikrobioloji müayinə, əkilmə müayinəsi, ikinci müayinə antibiotik həssaslığı testi, yəni ki, hansı antibiotiklərin istifadə olunması, xəstəlik zamanı hansı bir antibiotiklərin istifadə olunması testi və həmçinin buna aiddir biraz belə deyək, mikroskopik müayinə də burada rol oynayır. Yəni bəlğəmin və ya boğaz yaxmasının mikroskop altından rənglənərək baxılması. Yəni ki, vərəmin deməli vərəm xəstəliyi zamanında istifadə olunur. Bu həmçinin məsələn bronxial asmada da bildiyiniz kimi baxılır bunlara. Bəlğəmin müayinəsi, orada məsələn şarkoleydin kristallarını, quruşma spirallarının tapılması da diaqnostik əhəmiyyət verir. Sonra seroloji testlər. Seroloji testlərə lateks testi də deyirlər, lateks antigen testi də deyirlər buna. Streptokok infeksiyalarında istifadə olunur. Seroloji testlər həmçinin antijisim testlərə aiddir. Xəstələrin virus və bakteriyalar tərəfindən törəldiyini aşkara çıxartmaq üçün immunoqlobulin C, immunoqlobulin M antijisimləri yoxlanılır. Sonra deməli ELISA testi deyirlər. Yəni virus və bakteriya infeksiyalarına qarşı antigen, antijisim, yəni fermentlə işarələnmiş antigen, antijisim qarşılıqlı təsiri testi deyirlər. Sonra deməli molekulyar test diaqnostikası var bunun. Molekulyar diaqnostikadan yəni bir var PCR, yəni bildiyimiz kimi polimeraz zəncirvari reaksiya PCR testi. Virus və bakteriyanın DNT və RNT-sini aşkar etmə. Bir də var xüsusi spesifik testi, o da elə onlara aiddir. RT, yəni RT-PCR, RT-PCR testi. Və sonra gəlir biokimyəvi və hematoloji analizlər. Yəni biokimyəvi və hematoloji analizlərdən qanın tam olaraq hematoloji
qan müayinəsi, yəni tam qan analizi, xüsusilə burada leykoformulaya, HSS-ə xüsusi diqqət, xəstələrin sayına xüsusi diqqət yetirilməlidir. Altı yəni çizərək bunu qeyd edirik və CRP testi, C reaktiv bildiyiniz kimi iltihabın kəskin fazıcılaldır. Lazım olarsa hemostaz müayinəsində yoxlanılır. Yəni koagulogram testi də qoyulur. Necə ki, COVID-də yoxlanılırdı onlar, lazımlıydı. Qan qatlaşmasına qarşı qan qatlaşmasını müəyyən etmək üçün istifadə olunan testi. Prokalsitonin testi də yoxlanılır. Xüsusi önəmli testlərdən biridir. Sonra ümumi zulal yoxlanıla bilər. Belə. Sonra isə bütün bu görkəməvi hematoloji müayinədən sonra daha çox istifadə olunanlardan biri nəfəs testləridir. Yəni nəfəs testin belə deyək də bu karbohidratdan bunun o qədər çox istifadə olunmur, yəni mən biləni. Amma lazımlı testlərdən biridir ki, yəni karbohidrat malabsorpsiyası, hidrogen nəfəs testi. Buna aiddir bu. Yəni nəfəs testləri bəzi bakteriyaların metabolik aktivliyini yoxlamaq üçündür. Yəni lazım olarsa, təbii ki, bu müayinədə yoxlanılır. Mən sizə təşəkkür edirəm dinlədiyinizə görə. Mənə elə gəlir ki, laborator diaqnostika barəsində də, yəni mən öz ixtisasımdan danışıram, laborator diaqnostika barəsində də xəstələrə məlumat vermək, pasientlərə məlumat vermək onların özləri üçün də xeyirlidir. Bildiyiniz kimi, diaqnostika həmişə, mən qeyd edirəm, diaqnostika, yəni xəstəliyin doğru düzgün diaqnostika müalicənin yarısından da çoxudur bəlkə də, yarısından da çoxudur. Ona görə də vaxtında diaqnozu düzgün aşkar etmək və həmçinin onunla yanaşı keyfiyyətli müalicə üsulunu seçmək inşallah xəstələrinin tez bir zamanda şəfa tapmasına zəmin yaradır. Çox sağ olun dinlədiyinizə görə minnətdarlığımı bildirirəm.